3 ay nəzəri, 3 ay praktiki təlimlərlə davam edən Teleradio Akademiyasının 8-ci buraxılışının məzun günü olub. Kifayət qədər istedadlı, fərqli gənclərimiz oldu və bildiyiniz kimi jurnalistika indi başqa bir mərhələdədir. Bugün rəqəmsal jurnalistikadan danışır, süni intellekt və jurnalistika. Ona görə də bizim akademiyaya gələn tələbələrimiz də bu istiqamətdə tam seçilən fərqli gənclər idi. Teleradio Akademiyasının məzunu olmaq mənə elə gəlir ki, Azərbaycan gənclərinin bir çoxunun arzusudur. Və onun bir hissəsi, onlarla insan bugün məzun olur. Bu həm də bir qarantdır ki, onlar gələcəkdə yaxşı mütəxəssis olacaqlar. Hər birinin özünə məxsus istedadı var, hər birinin jurnalist olmağa böyük marağı vardı və biz də bu maraqdan istifadə edib biliyimizi, təcrübəmizi onlarla bölüşdük. Məzunlarımız 100 illik tarixi olan bir televiziyada təcrübə keçdilər. Həm nəzəriyyəni öyrəndilər, həm də təcrübəni. İçərilərində istedadlıları var. O, necə deyirlər, jurnalistikanın fədakarlığını, o peşəkarlığını dərk eləyərək ona doğru addımlayırlar. Müdavimlər televiziya və radio jurnalistikası, rejissorluq, operator və montaj sahələri üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər. Biz istər nəzəri, istər praktiki sahədə təcrübələr topladıq. Layihələr tərəfdən olsun, xəbərlər tərəfdən olsun və gələcəkdə jurnalistika peşəsində bunu çox böyük bir peşəkarlıqla əminik ki, istifadə edəcəyik. Bu ilki tədris mövsümündə akademiyada təhsil almaq üçün 128 nəfər müsabiqədə iştirak edib. Onlardan 51-i qəbul mərhələsini keçib və yekunda 38 müdavim sertifikata layiq görülüb. Qeyd edək ki, bugünə qədər akademiyanı ümumilikdə 344 məzun uğurla başa vurub. Layla Allahverdiyeva, Fariz Şıxəlizadə, ASTV Xəbər.